dalı oynatmaq lazımdır. Bu da baxsın desin ki, görə nətər dalını oynadır və ona pul buraxır. O da elə bilir ki, O da elə bomboş görür. yox, bəlkə də bilir ki, dalına pul buraxır. Yoxsa dalına pul buraxdığını bilməsə dal qoydurmazdı. Çünki bilirsiniz, mən sizə bir söz deyim də, həyat belədir. Bugün elə insanlar var, həqiqətən də sənətlə məşğul olub ac idi. Və bir gün deyir ki, yox, həvəsdir, bəsdir, qurtardı. Mən hamı kimi olacağam. Pul oradadır. Pul oradadır. Getdi. Ev, eşik, villa, maşın, hər şey işdə qurdu. Sabah da pensiyaya çıxdı. Obyektləri var özlərinin. Yaşayacağam. Nə edirəm? Mən bir dənə mənə mi qalıb səviyyə, bir dənə mənə mi qalıb? Ona görə də mənim çox sevdiyim bir söz var. Allah usandırmasın, Allah utandırmasın. Sən imansızlar içərisində iman gətir. İman gətirənlər içərisində hər kəs iman gətirə biləcək qüvvədədir. Hansı dəyərlidir? İçməyənlər içərisində içməmək, yoxsa içməyənlər içərisində içməmək? Hansı çətindir? İçənlər içərisində içməyən qalmaq. Tərbiyəsizlər içərisində tərbiyəli qalmaq çətindir əlbəttə. İndi ona görə də hər kəs özü seçir yolunu və onları da söymək, onları da təhqir eləmək ehtiyac da yoxdur. Çünki hər şey olacağına varar. Mənim içimdəki nədirsə şərait lazımdır. Yaranan kimi o çıxacaq üzə, gec tezi var.